Gəlin sizə kişiləri xoşbəxt edən bir yer göstərim. Sevincdən göylərə uçan kim, əylənərək dostuna meydan oxuyan kim. Bura kişilərin xoşbəxt olduğu bir dünyadır. Deməli, həftə sonu dostlarla derbini izləmək üçün Fumari çay evində yığışdıq. Qardaşlar, diqqətlə baxın, burada ən çox nələri bəyənirəm onları göstərim. Əvvəla məkanın çox zövqlü interyeri var. Heç nə demirəm, bir dənə kabinetlərdəki mənzərəyə fikir verin. Elə bil, hərəsi ayrı-ayrılıqda kiçik bir muzeydir. Biz derbi öncəsi isinmə hərəkətlərinə məzələrlə başladıq. Əksər xanımların dadını heç vaxt bilmədiyi qızardılmış düşbərə, zoğal turşulu və sadə pətənə, göbələk çipsi, üzəri bol pendirli grenki və digər məzələrlə mədəmizi allatdıq. Bu məkanın tərifli göbələk cipsi gəldi. Yəni göbələyi hiss edə bilirsən də. Sadə pətəni daha qəşəngdir. Mənə görə. Və Fumaridə futbol izdihamı. Sanki çay evində deyil, tribunadayıq. Salon ağzına kimi dolu. Ümumiyyətlə bura dostlarla futbola baxmaq üçün əla məkandır. Qalatasarayın vurduğu qollar, Fənərbağçanın şanssız anları və daha nələr salonda fantastik atmosfer yaratmışdı. Bu arada məkanın çay setini də göstərim. Deməli, qarışıq meyvə quruları, çərəzlər, 2 növ mürəbbə və 4 çaynik çay 35 manatdır. 4-5 nəfərə rahat bəs eləyər. Bunun 65 manatlıq premium variantı da var, istəsəz yoxlaya bilərsiniz. Məkanın parking üçün şəraiti, kabab istisna, yeyib içmək üçün zəngin menyusu var. Qiymətlərlə Fumarinin səhifəsinə daxil olub baxa bilərsiniz. Qardaş, bu Fənərbağçada niyə alınmır? Bu komandada nə çatmır? Fənərbağçanın nəyi çatmır bilmirəm, amma sizin əyləncəniz və istirahətiniz çatmırsa, Fumaridə oturub xoşbəxt ola bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.